Salam uşaqlar, xoş gördük sizləri. Bugün sizinlə 7-ci sinif informatika dərsinin növbəti mövzusu olan fail və qovluq mövzusu ilə tanış oluruq. Uşaqlar, sənədlər nə üçün qovluqlara yığılır? Siz nə üçün sənədlərinizi müəyyən qayda ilə siz və yaxud da məktəbdə müəllimləriniz sənədlərinizi müəyyən qayda ilə qovluqlara yığırlar? Nə üçün onlar qovluqda saxlanılır? Bəs yaxşı, kompüterdəki qovluqlarda nə saxlanılır? Biz sənədlərimizi ona görə qovluqda saxlayırıq ki, həmin sənədlər qovluqda daha nizamlı şəkildə yığılır və səliqəli şəkildə saxlanılır. Və biz hansı qovluğun içərisində hansı sənəd yerləşir, onu öncədən bilirik və bizə lazım olan sənədi qovluğun üzərinə baxmaqla rahat bir şəkildə tapa bilirik. Eynilə kompüterdə də qovluqlarda müəyyən sənədlər, şəkillər, musiqi faylları və sair saxlı video faylları və sair saxlamaq mümkündür. Eyni zamanda kompüterdə olan qovluqlarda həm fayllar, həm də qovluqlar saxlamaq olar. Faylın adı uşaqlar iki hissədən ibarət olur. Faylın adından və uzantısı. Fayl özü isə iki hissədən ibarətdir. Ad və uzantıdan. Faylın adına 0-dan 255-ə qədər simvollardan istifadə etmək mümkündür və ən çox 255 sayda simvol istifadə olunur. Faylın adında müəyyən simvollar var ki, onlardan istifadə etməyə icazə verilmir. Bunlar ulduz, sola slash, qoşa nöqtə, kiçikdir, böyükdür, sual işarəsi, sağa slash, drop və qoşa dırnaq işarələridir ki, bunlardan əməliyyat sistemi faylın adında istifadə etməyə icazə verilir. Faylın adı və iki hissədən ibarət olur. Onun adı və tipi. Faylın adını biz təyin edirik. Dedik ki, adda hansı simvollardan istifadə etməyə icazə verilmir. Ulduz, sola slash, qoşa nöqtə, kiçikdir, böyükdür, sual işarəsi, sağa slash, drop və qoşa nöqtə işarələrindən istifadə olunur. Faylın uzantısı isə faylın tipini bildirir. Yəni, faylın hansı növ fayl olduğunu, hansı tip proqramda hazırlandığını bildirir. Faylın uzantısı, faylın tipinə bəzən faylın uzantısı da deyilir. Faylın uzantısı uşaqlar maksimum 4 simvoldan ibarət olur və dediyim kimi faylın hansı tipə aid olduğunu, hansı növ fayl olduğunu bizə bildirir. Əgər faylın uzantısı doc, docx və txt-dirsə bu mətn faylıdır. Eyni zamanda uşaqlar rtf də ola bilər. RTF də ola bilər. Ki, buna baxanda biz bilirik ki, bunlar mətn faylıdır. Sonra qrafik fayl əgər şəkildirsə, BMP, JPG, PNG, JPEG, TIFF, GIF, JPEG, TIFF, GIF, CDR bu kimi uzantılar varsa faylın adından sonra o demək ki, bu qrafik fayldır. Əgər faylın adından sonraki uzantı AV, MPG, FLV-dirsə, deməli bu video fayldır. Əgər faylın adından sonraki uzantısı WAV və MP3-dürsə, deməli bu səs faylıdır. Əgər faylın adından sonraki hissə PPT, PPTX-dirsə, demək ki, bu təqdimat faylıdır. Və əgər faylın adından sonraki hissə exe və yaxud da com yazılıbsa, deməli bu icra faylı və ya çalışdırıla bilən fayl olduğunu göstərir bunun. Hər bir faylın özünün simgəsi olur və o faylın tipinə uyğun gəlir. Məsəl üçün, bütün Word fayllarının simgəsi hamısı bu formada olur. Burada fəsil altını biz təyin eləmişik. Nöqtədən sonraki hissə docu isə, yəni doku isə bizə Word mətn redaktoru təqdim edir. Doc da dokument sözünün qısaltmasından götürülmüşdür. Dokument sözündən götürülmüşdür. Uşaqlar, faylın eyni zamanda tarixi və zamanı da olur. Yəni, fayl müəyyən tarixdə yaradılır və müəyyən saatda, saniyədə yaradılır ki, bu da faylın adında öz əksini, daha doğrusu faylın xüsusiyyətlərində öz əksini tapır. Eyni zamanda faylın ölçüsü olur. O, onun içərisində saxlanılan verilənlərin həcmi ilə ölçülür. Yəni, neçə, misal üçün, hərf yazmısan və yaxud da ki, hansı
tipdə şəkil var bunun içərisində, hansı keyfiyyətdə şəkil var onun içərisində. Ondan asılı olaraq faylın ölçüsü dəyişir. Yəni fayl kiçik və böyük ölçülü ola bilir. Sonra burada gəlirik dərsin bu hissəsində deyilir ki, fayl birbaşa diskdəki hər hansı qovluqda, qovluğun içərisindəki başqa bir qovluqda, başqa sözlə iç-içə qovluqlarda da yerləşə bilər. Faylın yerləşdiyi yeri dəqiq göstərmək üçün yol anlayışından istifadə olunur. Misal üçün, uşaqlar, mən məktəbdən sizin evinizə gedən yolu sizdən soruşsam, təbii ki, siz mənə müəyyən ardıcıllıqlar sayacaqsınız ki, məktəbdən çıx, sağa dön, düz get, sola dön və s. Bu kimi ardıcıllıqlar sayacaqsınız. Eynilə də faylda, kompüterdə müəyyən disk olur və o diskin tərkibində müəyyən qovluqlar olur ki, həmin qovluqları da biz yaradırıq və qovluqlar içərisində də fayllarımızı yerləşdiririk. Həmin qovluğun yerləşdiyi diskdə olan ardıcıllığı, yəni həmin diskdə yerləşən faylın qovluqlar ardıcıllığına isə həmin faylın yolu deyilir. Burada sola əyik cizgi ayrıcı funksiyasını yerinə yetirir. Tutaq ki, baxın, burada misal üçün bir dənə misal veribdir bizə. Həmin o misal üzərində ilk izah edib, sonra sizə kompüterin özündə olan hər hansı bir faylın da yolunu göstərəcəm. Misal üçün deyir ki, burada C diskində, bax belə oxuyursunuz. C diskində My Document qovluğunun içərisində Azərbaycan tarixi qovluğu yerləşir və Azərbaycan tarixi qovluğunun içərisində olan şəxsiyyətlər qovluğunda nizami.doc faylı yerləşmişdir. Bunun üçün siz C diskindəki My Document qovluğunu, sonra onun içərisindəki Azərbaycan tarixi qovluğunu, sonra isə şəxsiyyətlər qovluğunu açsanız, nizami.doc faylını orada tapa bilərsiniz. Kompüterdə faylları rahat tapmaq üçün onların nizamlı saxlanılması çox vacibdir. Burada da nədən istifadə olunur? Təbii ki, qovluqlardan istifadə olunur. Sonra uşaqlar, gəlin görək burada başqa bizə nə deyir? Deyir ki, fayl haqqında informasiyaya baxın. Siçanın göstəricisini hər hansı bir faylın simgəsi üzərinə aparın və sağ düyməni çıqıldadın. Açılan kontekst menyudan Properties bəndini seçin. Açılan pəncərədə faylın xüsusi xassələrini gözdən keçirin. Faylın tipi, type of file, yeri, location, ölçüsü, size, yaranma tarixi, created və başqa parametrləri göstərən sahələrə diqqət edib aşağıdakı cədvəli doldurun. Biz cədvəli doldurmasaq da, gəlin açaq, baxaq görək həqiqətən də hansı ardıcıllıq yerləşir orada. İndi hal-hazırda mən sizə öz kompüterimin ekranını paylaşacağım. Görək kompüterimizin ekranını siz bir dəqiqə ümumi hamısını paylaşmaq istəyirəm. Hə, görürsünüz məncə, elə deyilmi? Hə, belə. Uşaqlar, indi gəlin deyir ki, kompüterdə olan hər hansısa bir faylı üzərinə gəlin. Faylın üzərində sağ düyməni çıqıldadın. Sağ düymədən də gəlin, buradan deyir Properties, xüsusiyyətlər əmrini seçin. Buradan açılan pəncərədən də baxır faylın adına. Qrup tapşırıqları .docx. Gördünüz, adı bu. Deməli, bunun docx olması bizə nəyi göstərdi? Bunun mətn faylı olmasını göstərdi. Sonra location yerinə baxın. Gəlin yerinə baxaq. Uşaqlar, baxın C diskində Users qovluğunda, Fərəcova qovluğunun içərisində desktop qovluğu var ki, həmin qovluqda da qrup tapşırıqları .docx faylı yerləşir. Sonra size, ölçüsü, uşaqlar, faylımızın ölçüsü 15,8 kilobaytdır. Sonra uşaqlar, burada faylın yaranma tarixi göstərilir. Baxın, fayl yaradılıb 3 noyabr 2025-ci il saat 12:32-də və modifi, yəni dəyişiklik olunub. Yenə 3 yanvar 2025-ci il saat 12:32-də də dəyişiklik olunubdur. Belə. Buradan da biz fayl haqqında məlumatları əldə etmiş olduq və gördük ki, faylın məlumatlarını əldə etmək üçün, fayl haqqında məlumatımızın olması üçün hansı düymələrdən istifadə edirik. Bugünkü dərsimiz bu qədər. Sağ olun, salamat qalın və dərsi diqqətlə izləyib, eyni zamanda diqqətli şəkildə öyrənməyi də
unutmayın. Bugünkü dərsimiz bu qədər. Hələlik.